Salam CBC FM radyo dinləyiciləri. Efirdə Vətən uğrunda verilişidir. Sizinlə studiyada Azərbaycan Milli Elmlər Akademiyası, Mərkəzi Elmi Kitabxanasının Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, Vətən müharibəsinin şəhidi Polkovnik Babək Səmimlinin bacısı Röqsanə Səfərzadədir. Verilişimizin bugünkü qonaqları Azərbaycan Silahlı Qüvvələrinin əskəri, Vətən müharibəsinin şəhidi Tacəddin İsmayılzadənin anası Aygün Məmmədova və Vətən müharibəsi iştirakçısı Süleyman Cəfərovdur. Xoş gördük sizləri. Xoş gördük. Tacəddin Vüqaroğlu İsmayılzadə 1996-cı il martın 17-sində Sumqayıt şəhərində anadan olmuşdu. Sumqayıt şəhəri ərəb dili təmayüllü bir saylı internat məktəbində orta təhsilə yiyələnmişdir. Ali təhsilini isə Sumqayıt Dövlət Universitetində almışdır. Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Tacəddin İsmayılzadə oktyabrın 9-da ağır yaralanmışdı. Fevralın 12-sində müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 128-ci günündə şəhadətə ucalmışdır. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Tacəddin Cəsur Döyüşçü medalı ilə təltif edilmişdir. Şəhadətindən sonra isə Tacəddinə Vətən uğrunda Xocavəndin azad olunmasına görə medalları və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir. Elə insanlar var ki, qısa ömrü yaşayır, amma şərəfli, mənalı ömür. Özündən sonra gələn nəsillərə örnək olur. Vətəni, torpağı hər kəsə sevdirməyi öyrədir. Elə Tacəddin kimi. Tacəddin ailədə necə evlad idi, necə bir uşaq idi? İstərdik Aygün xanım, bu haqda sizdən eşidək. Buyurun. İlk növbədə təşəkkür edirəm sizə bu gözəl layihəniz üçün və biz anaların yaralı ürəyinə bir damla su səpməyiniz üçün. Çox sağ olun. Tacəddin Bahar balam idi. Biz ona Şəkərbura bala deyirdik. Çünki martın 17-si axırıncı çərşənbə günü dünyaya gəlmişdi. Və doğrudan da deyirlər, yer göy bəlkə də qısqanırdın. O qədər şirin, o qədər göyçək bir oğlan idi ki, hamımız evdə onu sevirdik. Ailənin sevimlisi idi. Amma çox dəcəl idi. Həm məktəbdə, həm bayırda və onun dəcəlliyini, enerjisini itirmək üçün biz onu məşqə qoyduq. Və ta 7 yaşından son anlarına kimi məşqə gedirdi. Tacəddin haqqında o qədər uzun danışa bilərik ki, amma uzun danışmağımıza baxmayaraq ömrü qısa oldu. Ta 24 yaşına. Və onun qəhrəmanlıq istəyi bilirsiniz necə idi? Ta körpəliyindən demək olar ki. Mən özümlə gətirdim bu balaca kitabı. Bu şəhidlər kitabını o uşaqlıqdan özündə saxlayırdı. Buradan Bəxtiyar Vahabzadənin şeirlərini əzbərləyirdi. Sanki o körpəlikdən o qəhrəmanlıq, o istək, o vətən sevgisi onun içində idi. Deyir, ürək balaca, dərd böyük, çəkənmirik bu dərdi. Amma nə qədər çəkilməz olsa da, balamızın adı qəhrəmanlar sırasında olduğundan biraz qürur mənimizdir. Mən onun müharibə illərindən heç bir şey danışanmaram, çünki bir balamız, qazi balamız da buradadır. O görüb, odu, alovu. Mən sadəcə olaraq təsvir edə bilərəm ki, o necə idi. Mən balam həm əskərlikdə aprel döyüşündə oldu və o aprel döyüşünün odunu, alovunu gördü. Və qucağında ən yaxın dostu rəhmətə getdi əskərlikdə olanda. Onu da mən bilmirdim. Çox sonralar o şəhid olandan sonra əskər dostları bizə qonaq gələndə Tacəddinin masasının üstündə saat görəndə dedilər, Əbilin saatı. O rəhmətə gedəndə əskər dostu saatını çıxardıb Tacəddinin qoluna taxmışdı. Və Tacəddin hər zaman özünün səhifələrində, Facebookda, nə bilim, Instagramda yazırdı ki, qardaş, sənin qisasını alacaq.
və əsgərlikdən sonra o təhsilini davam etdirmək üçün Türkiyəyə getdi və orada həm oxuyub, həm işləyirdi. Çox evdar uşağı idi. O bilirdi ki, biraz imkanımız yoxdur. İnanın, bəlkə də o cavan oğlan idi. Orada həm gəzərdi, həm tozardı, amma pul yığıb evə belə yollayırdı ki, ayına bəlkə nəyəsə ehtiyacın ola. Və müharibə başlayan zaman o gəlib ki, ayına mən də gedəcəm müharibəyə. İnanırsınız, o qədər həyəcanlıyam ki, Könüllü getmişdi. adam əlbəttə könüllü getdi və mən bir ana kimi yox bala getmə deyən zaman o dedi, ana 10.000 Türk xalqı mənim üçün vurursun, mən saxlanım mı burada? Mənim unumu rəva görürsən. Mən orada Türkiyədə yenə tələbələrlə, işlədiyim yerlə nə üzlə gedim, mən burada olum, onlar mənim üçün vurursun. Yox dedi, vətən mənim üçün hər şeydir. Doğrudan da vətəni sevirdi. Vətən onun üçün hər şeydir. Və vətən yolunda da Vətən uğrunda da canından keçdi. O gözəl bir söz var, deyir himndə. Əvvəllər düzdür, biz anlamırdıq, indi başa düşürük ki, deyir, hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Doğrudan da onlar hüquqlarından keçdilər, gələcək həyatından keçdilər. Hər bir şeyi gözü yumulu keçdilər. Prezidentimiz dediyi kimi deyir ki, onlar bilirdi hara gedir və ölümün gözünə dik baxa-baxa vətəni qorumağa getdilər. Ona görə mən bu dəqiqə başım dik, ürəklə deyirəm ki, mənim balam qəhrəmandır. Bəli. Çünki Qürurla. qürurla deyirəm, bəli. Və bunu hər yerdə görürəm. Və balamız bizə elə bir ad qoyub getdi ki, doğrudan belə bir söz var ki, deyir ki, biri rəhmətə gedəndə oğlum deyirlər ki, ölünü oradan götür, meydi o tərəfə qoy filan. Amma onlar Şəhidi götürün. gözlərini yuman dəqiqə onlara yeni bir ad verildi hamısına, şəhid adı. Ona görə şəhiddirlər bunlar. Şəhid də Allahın huzurunda, yəni mən şahidəm onların. Torpağa qanları düşən an. Niyə deyirlər ki, onları çox zaman heç qanlı-qanlı, əlində silah qüsur vermədən basırdılar. Ona görə ki, onlar o an elə təmiz idilər. Mənim balam eşitdiyimə görə, tamlığınla bilmirəm, çünki yalan da demək istəmirəm. Vurulan zaman Füzuliyə gəlib, Füzuliyə gətiriblər. Füzulidə 14 gün qalandan sonra böyük bir sağ olsun, yenə deyirəm, həkimlər o zaman o alovun, nə bilim, odun içində necə hərəkət ediblər, bir tək Allah bilir, hamının ürəyində onda, hər kəsin ürəyində vətənpərvərlik vardı. Bir şey ki, evinin axırıncı nəyinsə yatağını hərbiyə yollamaq nə demək idi, hamımız üçün. Beynində 5 qəlpə, bir güllə var idi. Həm bədənində də yüzlərlə qəlpə idi. Və buna baxmayaraq, əməliyyatdan sonra baxıblar ki, elə bir ürəyi dayandı. Və onu 5 dənə şəhidlə maşına mindirib Bakıya yollayıblar. Da morqa salanda Tacəddin inilti səsi gəlib. Deyiblər ki, bu sağdır. Bu sağdır deyiblər. Sağ olsun, o şofer həmin dəqiqə onu Papaniya xəstəxanaya gətirib yatızdırıb. Balamın beyni ölmə olsa da ürəyi sağlam idi. Və o sağlamlığına görə də 128 gün yaşadı. Amma bilirsiniz necədir? Bir var, anaya telefon açıb desinlər ki, balan şəhid oldu. O an bir partlayış olur, bir nəsə olur. Amma mən 128 gün, hər gün, Şəhid xəbəri eşidirdiniz. hər dəqiqə ürəyim yata-yata o xəstəxanada ümidlə gözləyirdim ki, mən balam yaxşı olacaq. Bu 4 ayda bir gün belə mən ümidimi itirmədim. Dedim, mənim balam sağalacaq. Mümkün deyil. O ki, bu qədər dözdü, bu qədər qalmadı, yaşatdı özünü, gəlib çıxıb bura, dözümlüdür. Çünki hər şey sinə gəlirdi. 128 gündə son oldu. Allah üzü sizə Allah səbir səbir versin versin. sizə. Allah ruhu şad etsin. Bizim qəhrəman balamızdır.
qəhrəman oğlumuzdur. Sizi tanıyaq. Süleyman müəllim. Cəfərov Süleyman Kərəmoğlu Qərbi Azərbaycanın Kalinin rayonu Soyuqbulaq kəndində anadan olmuşdu. Süleyman müəllim ehtiyatda olan zabit, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Xüsusi təyinatlıların, qazi və şəhid ailələri, veteranlar İctimai Birliyinin Abşeron rayon filialının sədridir. Süleyman müəllim, 44 günlük Vətən müharibəsi sizin həyat və iş fəaliyyətinizdə hansı izləri buraxdı? Buyurun. İlk öncə hər birinizi salamlayıram. Sizi dəyərli şəhid bacımız, şəhid anamız. Çox xoş oldu. Mən bura dəvət elədiniz efirinizə. Mən də hisslərimi bölüşmək istədiniz. 44 günlük Vətən müharibəsi. İnanın ki, mən bəlkə də hər bir uşağın, hər bir gəncin bir fikri, ideyası var idi ki, mən neynim ki, bu dövlət üçün mən də tarixə düşüm. Mən fəxr eləm ki, bu Azərbaycanın yeni tarixinin yazılmasında mənim timsam oldu. Və müharibənin ilk günlərində səfərbərliyə elan olunanda mən də könüllü olaraq cəbhəyə yollandım. Formamı geyindim, fikirləşdim ki, biz bu dövlətdən yaşayırıqsa, bu dövlətin havasını alırıqsa, suyunu içiriksə, bu dövlət üçün, bu xalq üçün canımızı verməliyik. Çünki bizim xalq elə bir gözəl xalqdır ki, həm istiqanlı, həm vətənpərvər, həm qonaqpərvər. Yəni, mən fikirləşirəm ki, bizim xalq kimi dünyanın heç bir yerdə xalq yoxdur, öz millətini sevən. Mən də fikirləşdim ki, bu millət üçün canımı verməyə dəyər, bu xalqım üçün canımı verməyə dəyər. Mən də yollandım cəbhəyə, müəyyən, belə deyək, döyüş yollarımız oldu, müəyyən rayonların işğaldan az olmasında əməyimiz oldu, gücümüz çatdığımız qədər. Biz belə deyək də, mən ümumiyyətlə şəhidlərimiz olan yerdə müharibədən danışmaq bizə yaraşmaz. Çünki bizim şəhid anamız var. Mən bugün burada danışım ki, müharibə belə elədi, elə oldu, belə oldu. Bu bizə yaraşmaz. Nə elədi? Bizim şəhidlərimiz elədi. Bu torpağın alınmasını da, bu torpağın tarixinin yazılmasını da şəhidlərimiz elədi. Müharibədəki, belə deyək, müharibə başlayanda həyat tərzim və post-müharibə dövründən sonra həyat tərzim. Mən müharibə bitəndən sonra qəribə hisslər yaşadım. İnanın ki, düzdür, hər bir insan vətənə xidmət edir. Hər bir cürdə, biri, nə bilim, başqa sahədə, biri neft sahəsində, biri elektrik sahəsində, hər bir cür vətənə xidmətini edir. Aparıcı televiziya sahəsində. Mən fikirləşdim ki, müharibədən sonra həqiqətən də vətənə xidmət eləmək vaxtıdır. Və bizim, belə deyək, dostlarımızın təşəbbüsünə İctimai Birliyimiz yarandı. Xüsusi Təyinatlılar Birliyi. Fəaliyyətə başladıq. Fəaliyyətimiz, belə deyək də, o qədər geniş vüsət aldı ki, inanın ki, başqa rayonlardan, hər yerdən istəyirlər ki, hamı axışsın Abşerona, qazilərdən söhbət gedir də, şəhid ailə qazilərdən ki, bu rayonda onlara xüsusi diqqət, qayğı göstərilir. Və elə də oldu, cəmiyyətimiz bir ad saldı, çox sayda qazi, şəhid ailəsi, onların sosial problemləri, onların maddi problemlərində, onların, belə deyək də, 50 ilə bağlı problemlərində, hər bir problemlərində yanında olduq, dövlətimizin dəstəyi ilə. Çox böyük işlər gördük. Bu gün özümüzü, belə deyək, tərifləmək bizə də yaraşmaz. Ən azı bizi tanıyanlar, sosial şəbəkələrdən izləyənlər bilirlər ki, biz həddindən artıq çox böyük işlər görmüşük. Yəni, bu şəhid ailələrinə, qazilərinə həqiqətən də əlimizdən gələ eləmişik ki, onların sosial durumu gözəlləşsin, onların problemləri aradan qalxsın. Bugünkü ölkədə ən yaxşı yaşamalı olan kimdir? Həssas təbəqə. Çünki buna layiqdir. Bugün bu torpağın üstündə gəziriksə, bu torpaqda nəfəs alırıqsa, hava alırıqsa, bu birinci növbədə şəhidlərimizin sayəsindədir. Və ikinci növbədə qazilərimizin sayəsindədir. Ona görə bu şəhid ailələrini biz, belə deyək də, dədə-baba sülləndə ocumuzun içində saxlamalıyıq. Onlara xüsusi diqqət, qayğı göstərməliyik. Onların, belə deyək, ayaqlarını qoyduğu yerə biz başımızı qoymalıyıq. Çünki bu bizdə adət-ənənə olmalıdır. Biz gənclərimizə, evdə körpələrimizə başa salmalıyıq ki, ay bala, bu gün səhər yuxudan durursansa, bu gün sən nəfəs alırsansa, qidalansa bu şəhidlərimizin sayəsindədir. Çünki o insanlar sən yaşadığın kimi, necə ki qidalanırsan, yaşayırsan, xoş günlər görürsən, o insan da yaşamaq istəyirdi. Amma o insan arzularını,
belə deyək də, gələcəyini sizlərə qurban verir ki, siz rahat yaşayasınız. Başa bu böyük bir şeydir. Yəni bu o gün bir status yazmışdım. Deyəsən Atatürk bu statusu demişdi. Deməli deyir, döyüşən millət heç vaxt ölmür. Başa bu nədir? Bu böyük bir sözdür. Yəni biz əgər döyüşçü milləti isə biz ölməyəcəyik. Biz şəhid ola bilərik. Amma biri şəhid olacaq, mini artacaq. Yəni bu bizim müsəlmançılıqda, Azərbaycanlı qanımızda axır bu döyüş. Siz müharibədən qabaqçı Süleyman məğlub Süleyman idi. Torpağı işğal altında olan, hansısa bir dövlətə gedənə baş aşağı gedən, amma müharibədən sonraki Süleyman tam fərqlidir. Başı dik, hər yerdə sözünü, dünyanın hər bir yerində sözünü deyəcək və dünya millətlərinə nümunə olacaq bir Süleymandır. Və yaxud da Süleyman timsalında olan bütün qazilərdən, bütün Azərbaycan vətəndaşlarından gedir. Bizim vətəndaşlarımız belə deyək, o qədər gözəldir ki, inanın müharibə dövründə belə deyək, əlində piraşkı pişirən çıxardıb yola əskərə verirdi. Əlində kalbasa çörək düzəldən aparıb çıxardıb yola verir ki, Licbi onu çatdırım, qoy döyüşənlər maşından birinə verim, aparsın çatdırsın. Bu birisi nə deməkdir? Bu dünyanın heç bir yerində yoxdur. Baxın, bugün dünyanın hər bir yerində müharibələr gedir. Özünüz görürsünüz. Ukrayna-Rusiya müharibəsi, düzdür, onlar siyasi diyalogdur, bizim aidiyyatımız yoxdur. Bizim öz ambisiyamız var, amma misal olaraq çəkirəm. Baxın, görün, orada elə bir kadr rastınıza gələr, hansısa bir ailə əlində bir produktdan qaçsın, əskərə yedizdirsin. Mümkün deyil. Çünki bu bizim genimizdədir, bu bizim içimizdədir. Vətən olan, əskəri olan, xalqı olan sevgi bu bizim içimizdən gələn bir şeydir. Yenə də Allah şəhidlərimizə rəhmət eləsin. Bugünkü onların belə deyək, verdiyi son nəfəs bizim aldığımız nəfəsdir. Elədir. O nəfəsin qədrini bilmək lazımdır. Şəhidlərin son nəfəsinin qədrini bilmək lazımdır. Çünki biz o nəfəslə qidalanırıq. Tacəddinin adını əbədiləşdirmək üçün hansı işlər görülüb, Aygün xanım? Nə etmisiniz? Biz həyətimizdə park düzəltmişik Tacəddinin adına. Gözəl bir park. İndiki anda qardaşım görüb Tacəddinin parkının da, ev güşəsinin də. Yəni indi o qədər böyük fərəhdir ki, qaldığımız evin, məktəbinin bağçaları görürəm ki, hələ bayram günləri falan gəlir o parkın yanına, gül çiçək dəstəsi qoyur, körpə uşaqlar gedir. Bir şeirlər olanda, bir nəsə mahnı oxuyanda gəlirlər, dayanırlar, özləri çəkirlər, özləri paylaşırlar. Demək, mən düşünürəm ki, doğrudan da indiki müəllimlərə də təşəkkürümü bildirirəm. Çünki uşaqları o qədər vətənpərvər təbliğat güclüdür. Mənim babam, atamın atası da şəhid olub. 41-ci illərdən deyirəm də o gendən gəlir elə bil ki, o vətən sevgisi falan. Amma onda biz başa düşmürdük. Doğrudan da anlamırdıq ki, nədir. Amma indiki uşaqlar o qədər elə. Çünki Tacəddin xəstəxanada olanda onun həyətdə dostları deyirdi ki, ay Allah, biz Tacəddin gəlincə, hərəmiz sağalıb gəlincə bir yerə şey eləməliyik. Hamımızın adını yazdırmışdı ki, gedək. İndi gəlib görsək ki, hansımız getməmişik, bizlə burada dava eləyəcək. Ümumiyyətlə, davakar uşaq idi, amma doğruya. Çünki həyatı sevirdi, çox sevirdi. Bir də görürünüz, saatlarla gedir dəniz qırağına, balıq tutur. Deyir, amma elə o qədər sakitçilikdir. Amma deyirdi, mən şəhərdən çox heç çox kənd həyatı görməyəm uşaq. Deyirdi, dünya dağılsa da kənd həyatını istəyirəm. Gedərəm, düzə saxlayaram, nə bilim, ağac əkərəm, bağ əkərəm, gül əkərəm. O qədər ki, sevirdi. Ona görə onun adına bir balaca olsa da bir bağ saldım. Otururuq o bağçada, elə Tacəddin sevən gülləri salmışıq, baxırıq. Hər kəsin dincəldiyi yer. Tacəddini xatırlayırsınız da. Əlbəttə. Ondan sonra Tacəddinin haqqında çoxlu miqdarda sağ olsun şairlərimiz, yazarlarımız məqalələr yazıb. Çox məqalələr yazıb. Bəlkə də 13-14 dənə kitab var ki, Tacəddin haqqında yazılan şeirlər var, mahnılar var. Sağ olsun Gülyana xanım belə onun mahnısını oxuyub, Ruslanımızı oxuyub. Yəni baxıram ki, yaşayır. Elə olur ki, biz analar çox vaxt yığılırıq, mövludlara, illərə gedirik. Demək olar ki, Azərbaycan rayonunun çox yerlərinə. Orada
görəndə ki, Taceddinin şeirini deyirlər, düşünün ki, mən nə hisslər keçirdirəm. Bəli, əlbəttə. Bil, Siz bir ana kimi çox sevinirsiniz, şad olursunuz, bəli. əlbəttə bilirəm ki, o Balamız, deyirləri bəli. şəhidlər ölmür, yaşayır. Əlbəttə. O an biz onların yaşamağını görürük. Onlar daim O an yaşayacaqlar. biz ümumiyyətlə şəhid anaları çoxumuz bizə qarşı o qədər hörmətlə yanaşdıqlarını görürük ki, hər yerdə, hər yanımızda, hər çiynimdə, sola da baxanda, sağa da baxanda sanki Taceddini çiynimdə görürəm. Çünki o qədər Azərbaycan xalqı hörmətlə yanaşır ki, Millətimiz, xalqımız heç Bəli, vaxt mən millətimi unutmayacaqlar. sevənəm, Bəli, mən bizim xalqımı şəhidlərimizi, bəli. onu o zaman Türkiyədə olanda deyirdim, Taceddin, bəlkə sənə bir türk qızıyla evləndirim. Deyirdi, nə danışdın ana? Mən Azərbaycanımı qoyub heç bir yerdə nə qalaram, nə də evlənərəm. Onun üçün gözəl söz var ya, gəzməyə qərib ölkə, Ölməyə ölməyə vətən vətən yaxşı. Vətən gözəl bir şeydir. Əlbəttə. Deyir, hər yerə baxırsan da torpaqdır, qumdur. Amma nə məna, amma onun uğrunda ölən varsa o vətən. Əlbəttə, təbii. Süleyman müəllim, rəhbərlik etdiyiniz ictimai birliklə bağlı danışarız bizə. Bu gün deməli bizim İctimai Birliyin, mən Abşeron rayon filialıyam. Bəli. Burada yəqin ki, sosial şəbəkələrdən də izləyirsiniz. Abşeron rayonunda Abşeron icra başı şəxs Abdin Fərzəliyev qazilərə, şəhid ailələrinə xüsusi diqqət, qayğı göstərir. Bunu bir mənalıdır bütün efirlərdə də bilirlər, sosial şəbəkələrdə. Hələ çoxsa efirə verilmir etdiklərinin. Yəni bu, həmçində bizim İctimai Birliyə Abdin Fərzəliyevin böyük dəstəyi var. Onun dəstəyi sayəsində bizim İctimai Birlikdə çox böyük işlər görmüşük. Qazilərin problemlərində, onların şəhid ailələrinin problemlərində. Bu, yəni efir xatirinə, söz xatirinə deyiləcək bir söz deyil. Həqiqətən də çox böyük işlər görürük. Yəni onun dəstəyi ilə. Bu özü böyük bir işdir. İnanın Allaha. Mən istəyirəm bütün rayonlarımızda belə bir şeylər olsun. Bu belə deyək, vətəndaş cəmiyyətləri var. Bunlar hamısı onunla bağlı işləməlidirlər ki, bax bu qaziləri, şəhid ailələri dövlətlə daha sıx birləşdirsinlər, daha sıx əlaqələndirsinlər. Bu zaten dövlətimiz hər bir şərait yaradır. Qazilərə, şəhid ailələrinə, onların məişət, yaşayış, yəni belə də pensiyasını tutmuş, prezident təqaüdünü tutmuş, evlə təmin edir, avtomobillə təmin edir. Bu böyük işlərdir. Müharibədən biz təzə çıxmışıq. Yəni qısa müddət çıxmışıq, amma bu qısa müddətdə demək olar şəhid ailələrinin, qazilərin 90% evlə təmin olunub, maşınla təmin olunub. Bu böyük işlərdir. Bu dövlətimizin apardığı siyasətdir. Bu gün bəlkə də çoxsu bəyənməyə bilər, çoxsu söz deyə bilər, amma ortada reallıqlar var. Bugün qələbəmizə kölgə sala bilərlər. Amma bizim təbii ki, qələbəmiz göz qabağındadır. 44 günə dünyanın heç bir yerində 7 rayonu ala bilməzlər. Bunu ancaq Azərbaycan əskəri eləyə bilər. Azərbaycan döyüşən əskəri, mərd əskəri eləyə bilər. Yəni bu böyük işlərdir. Bax, bugünkü gün səngərdə olan əskərlərimiz var. Biz bir isti evimizdə otururuq, amma onlar o soyuqda, qarda bizim çeşiyimizdə dururlar. Allah onları qorusun. Hə, çünki inanın biz də o yolları keçmişik deyənə o fraqmentlər gözümün qabağına gəlir ki, çoğunda qarda o cür belə deyək də mərdcəsinə Azərbaycan əskəri keşiyində durur Azərbaycanın. Bu böyük işlərdir. Biz qalib millətik. Bəli. Hər zaman da qalibiyyətin arxasınca. Elə bil ki, iki komanda var. Uduzan arxasınca gedirsən, yoxsa qalibiyyətin. Əlbəttə. Biz qalib sərkərdən əskərlərik. Bəli. Çünki deyir ki, Türk dünyasında ilk kəsdir ki, verilən torpaqlar geri alındı. Nə deməkdir? Bəli. Çünki bunlar gözü yumulu getdilər. Gözü yumulu getdilər. Kim deyərdi ki, işini, gücünü, məktəbini buraxıb gəlsin ki, mən torpaq uğrunda gedirəm. Ona görə sizin evlatlarınız. Bəli. Bizim Azərbaycan xalqının, qazilərimizin də çox əziyyəti olub. Çünki mən çox qazilərimizi tanıyıram. Elə mən Taceddin 4 ay komada yatanda, Papaniya gedib gələndə gözüm çox şeylər gördü. Və o anda belə, inanın Allaha, komadaydılar, bəziləri elə narkoz altına yenə deyirlər ki, vətən sağ olsun, qışqıra, vətən sağ olsun. Mən baxırdım ki, ay Allah, bunun qolu yox, ayağı yox falan, elə ürəklə danışırdılar ki, ona görə dedim ki, mənim vətənim, mənim torpağım, mənim xalqım, mənim millətim qalibdir.
Var olsun Azərbaycan. Var olsun Azərbaycan. Allah ordumuzu qorusun. Amin. Allah sizləri qorusun. Bəli. Çox sağ olun. Allah oğlanlarımızı qorusun, Amin. qazilərimizi qorusun, veteranlarımız. Çünki valla sağ olsun ki Azərbaycan xalqı bunlara dəstək göstərir. Bəli. Çünki sabah bürsün yenə bir nəsə deyir o başındarda olsa, yenə də onlar sinəsini Vətən siper uşaq, vətən edəcəklər. oğlanları çıxacaq. Hə, Bəli. yenə də vətən oğlanları ki çıxacaq. Mənim oğluma deyəndə ki anayam getmə mənə dedi ay ana vaxt var idi yadındamı deyirdin ki müharibə olsa qadınlar getsə birinci mən gedərəm. Dedim onda mən cavan idim da söz tapanmadım. Dedi ana mən də cavanam da. Sən qadınlığınla vətən uğrunda, vətən torpağını almaq üçün gedirsən, mən getməyimmi? Ona Sana görə xanım, bu Bəli. sözün özü böyük bir şeydir. Bəli, çox. Bu gün şəhid anası qürurla deyir ki, mənim oğlum bu vətən üçün şəhid olub. Mən bundan Bundan fəxr artıq edirəm. daha Bu da- bilirsiniz nə deməkdir? Heç bir yerdə, dünyanın heç bir dövlətində, heç bir ölkəsində belə Heç bir bir vətəndaşlıq ana- ola bilməz. Yox, Bu bəli. gün də deyir ki, şəhid anları bu söz yəni bir oğlum olsa yenə də verərdim bu Bəli, torpağa bəli. qurban. bilirsən Qürur biz duyuruq bilirik bizim ki, analarla. çox sağ olun. Biz bilirik ki onlar sağdır. Çünki Bəli. Allah'a inanırıqsa və onun varlığında bilirik ki şəhidlər ölmür, yaşayır. Onlar ölü Ən deməyin. gözəl- Onlar mənim Əlbəttə. qatımda Bəli, ruzilərlər. Bəli. Ona görə deyirlər ki, bu dünyaya bir də qayıdıb Taceddinin Facebookda elə bir sözləri var ki, deyir mən indi yaşamıram. Mən öləndən sonra yaşayacağam. Elə bil ki, doğrudan da onlar hiss etmişlər ki, seçilmişlər. Allahın seçilmiş Bəndələr idi, bəli. bəndələridir. Bəli. Ona görə. Bu dünyada Bəli. seçilmiş. Körpəlikdən kim deyərdir ki, 91-ci ilin kitabını 96-cı ilin uşağı bəli, qoruyub əlində saxlayacaq, və hər qoruyacaq, zaman deyirəm bəli. ki, bu ömrümün axırına kimi bax bu Bəli. qatdaqlı qalacaq çünki onun oxuduğu Son səhifə. budur, xəcalət. Bəxtiyarın xəcalət. Yəni ki, Xəcalət. mənim torpağım Xəcalət, bəli. dardadırsa mən xəcalət çəkirəm. Mən ona görə deyirəm ki, onun içində o ruh yüksəkliyi, vətən sevgisi onun içindədir. Onu da Baxın Rəxsan Hər xanım, zaman. belə bir şəhid anası olan dövləti uduza bilərsinizmi? Heç vaxt. yox. Bu gün qürurla deyir, Bəli. bu gün fəxrlə deyir ki, mənim oğlum bu şeiri oxuyub. Bəli. Şəhid şeirini oxuyub, bununla Bəli, bağlı torpağı girib üçün, döyüşə. torpağını Torpağı sevir. üçün bu Vətənlə. bilirsiniz bu nə deməkdir? Bu bəlkə də sizə deyim ki, bir əvvəllər belə deyək, valideyn deyir ki, evladımı mənə görə tanıyırlar. İndi İndi sən, bəli. valideynləri evlad, bu Bəli, bizdə bəli. evlad valideyni ucaltdı. Mən Gör hər bu gün zaman o necədir ki, sözdəyim. şəhid anası arasa gedirsə, hamının qabağında baş əyir, əlindən Hər kəs ayağa öpür. qalxır. Bu nəyin sayəsindədir? Onun Övladı. evladı onun başını uca elədi. Evladı onu ucaltdı, evladı onu yaşatdı. Bu gün valideyn nə qədər çalışsın, evladı neyə bilər ki, onu ucaltsın? Maksimum sosial problemli, məişət problemini həll eləyəcək. Amma burada evlad şəhid anasını, şəhid Hər atasını yerə hara ucaltdı? qapıları açdı bizim Bəli. üzərimizə, hər bir qapını. Elə hara getsən şəhid status üstümüzə bir özlərinə şəhid adı götürdülər. Bizə də status qoydular. Bəli, Şəhid mən şəhid deyirəm. anası, Əvvəllər biz deyirdim ki, Taceddin mənim adımla tanınır. İndi mən Taceddin Siz onun adına. adı. Mən Bəli. özümü elə hərəkət etməliyəm ki, Adına layiq onun olasınız. adına layiq. Çünki şəhid anası kimi. Şəhid anası heç vaxt başını aşağı əyməməlidir. Ya heç yerdə dilənməməlidir, heç nə eləməməlidir. Çünki həm qurban olduğum Allah Taalamız, həm də dövlətimiz ona hər türlü hər şeydə də yardım edir. Bəli, Allah dövlətimizi qorusun. Amin. Çünki Bu gün belə deyək, torpağımızı qanla yoğurub vətənə çevirən şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Bu Sizlərə də bizlərə can qismət sağlığı. olmadı şəhid olmaq, amma bizim belə deyək, şəhidlərimizə qismət oldu. siz də onları yaşatmaq üçün burdasınız. Bəli, bəli. Bu tarixi yaşatmaq üçün, tarixi gələcək nəslə danışmaq üçün burdasınız. Bəli, əlbəttə ki, bu qanlarıyla bu torpağı yoğurdular, vətənə çevirdilər. Bəli. Elə bir vətənə ki, elə insan vardı, bəlkə heç 44 günlük müharibəyə qədər vətən sevgisi bilmirdi nə idi. Müharibədən sonra görsə, mən bu vətənim var, mənim torpağım var. Vətən anadır. Mən fikirləşirəm, mənim vətənimə əl uzadan, mənim valideynimə əl uzatmış olur. Çünki vətən bizim üçün bu Bəli. belə deyək, bu roldadır ki, bəli, mənim vətənim mənim anamdır, mənim atamdır, mənim valideynimdir. Ta qədimdən nə deyirdik, biz oxuyurduq uşaq vaxtı, vətəni sevməyən insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz. Bəli.
Gəldiyiniz üçün təşəkkür edirik Çox sağ sizlərə. olun. Çox sağ Çox sağ olun. Bu günlük bu qədər Radio CBC FM dinləyiciləri gələn görüşlər. Çox xoş oldu Çox sağ sizlə olun. bir arada olmaq.